Kimsə bir gün qızdırıbsa dərhal antibiotik içsin. Xüsusən də qonşu uşağına hansı antibiotik verirsə, siz də ondan verin. Mütləq biraz oynaqlarınız ağrıyırsa, başınız ağrıyırsa sistem köçürün. Bu xəstəlik sistem köçürmədən olmayacaq, düzəlməyəcək. Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bugünkü müraciətim biraz şikayət kimi olacaq sanki. Çünki bu qədər paylaşımlar eləyirik, bu qədər əziyyət çəkirik. Sizin bir sualınıza cavab vermək üçün dəfələrlə məqalələri gözdən keçiririk, protokollara bir daha baxırıq ki, görəsən hardasa səhvlik olmazmı, nəyisə birdən gözdən qaçırmış olarıqmı, yaxud hər hansı bir yeni bir xəstəlik çıxırsa, onun barəsində detallı araşdırma aparıb, ondan sonra sizlərə müraciət olunur. Boş-boş vitamin istifadə etməyin deyə sizə dəfələrlə bildirişlər eləyirik, yazılı formada, video formatda. Lakin mən görürəm ki, bunların heç bir anlamı yoxdur. Sizə önəmli olan odur ki, kimsə bir gün qızdırıbsa dərhal antibiotik içsin. Xüsusən də qonşu uşağına hansı antibiotik verirsə, siz də ondan verin. Mütləq biraz oynaqlarınız ağrıyırsa, başınız ağrıyırsa sistem köçürün. Bu xəstəlik sistem köçürmədən olmayacaq, düzəlməyəcək. Biraz öskürdünüz, asqırdınız. Mütləq girin hansısa bir blogerin səhifəsində baxın ki, o nə tövsiyə eləyir. Qətiyyən həkimin tövsiyəsinə qulaq asmayın. Çalışın ki, Amerikadan qohumunuz varsa sizə mütləq bir vitaminlər göndərsin. Hər şey yaxşı olacaq. Amma qətiyyən evinizin temperatur rejiminə baxmayın, havasını biraz soyuq saxlamayın. Uşaq öskürürsə evin dərəcəsini, kombinin yaxud istilətmə başqa bir sistemlərimizin dərəcələrini yüksək qoyun, boğulun, çalışın evdə. Uşaqları tərrədin, mütləq bürüyün, qızdırma salıcıları yanlış dozada istifadə edin. Sistemi mütləq tibb bacısı ilə məsləhətləşin ki, həkim bunu yazıb, bunu vurmaq olarmı? Çünki onlar həkimlərdən çox bilirlər. Əczaçıya deyin ki, doktor bunu yazıb, başqasını verin, yaxud doktor görəsən bunu düzmü yazıb. Yəni qətiyyən burada özümüzü öldürməyə baxmayın. Taksi şoföründən soruşun ki, o sizdən qabaq ki, sərnişini düşürürdü, görəsən o düşürdüyü uşaq xəstə idimi? O hansı dərmanı verib? Yəni bilirsiniz, sadəcə vəziyyət acınacaqlıdır. Bu qədər əziyyətə dəyər verilmir və mən görürəm ki, bu qədər özümüzü də öldürməyə heç dəyməz. Çünki boş-boş dərmanlara üst tutursunuz, boş-boş vitaminlərə üst tutursunuz. Heç bir şeyin də, belə deyək də, təməl səbəbini araşdırmırsınız ki, görəsən bu doğrudan da nədəndir buna görə biz filan şeyi veririk. Yəni biz dünənəcən normal idi hər bir şey. Birdən-birə bədənimizdə avitaminoz oldu. Mütləq vitamin içməliyik də. Yəni dünənə qədər bizim bütün vitaminlərimiz yerində idi. Xəstəlik ona görə baş verdi ki, bizim bədənimizdə birdən-birə vitaminlər qurtardı. Yaxud uşaqlara sistem köçürürlər. Sistemin tərkibinə karboksilaza qoşurlar. Nə bilim, kalsium qlukonat qoşurlar. Qardaş, bu uşağın kalsi birdən-birə düşdü aşağı. Nə oldu bu uşağa, niyə kalsi qoşuldu? Yaxud hər hansı bir səbəbdən heç bir analiz vermədən istənilən antibiotik, xüsusən də bizim ölkəmizdə azitromitsin su əvəzi istifadə olunur. Sanki azitromitsin ən belə pis çıxmasın, təsirsiz, ən belə zəif antibiotikdir. Bunu istifadə eləmək olar. Yəni doğrudanmı düşünürsünüz ki, sizin həkiminizdən daha çox bilirlər qıraqdakı, bucaqdakı insanlar?